Akıl Bakdatı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Gecə hekayəsi. Danışan sizin Kövsər bacınız. Bu axşamın hekayəsi Nazlının hicabı. Yaşıllıqlarla dolu, sakit bir məhəllədə bir qız yaşayırdı. Onun adı Nazlı idi. Nazlı çox ağıllı və düşüncəli bir qız idi. Ətrafında gördüyü hər şeyə diqqət edir, dərk etməyə çalışırdı. Mənasını bilmədiyi şeyləri anasından soruşub öyrənirdi. Bir gün Nazlı anasından soruşdu. Ana, nə üçün sən, xalam, qonşumuz Fatimə xala evdən çıxanda başınızı bağlayırsınız? Anası onun başına sığal çəkib dedi. Əziz balam, bu biz xanımlara Allahın əmridir. Gərək müsəlman xanımlar 9 yaşına çatanda örtünsünlər. Özlərini kənar baxışlardan qorusunlar. Nazlı bu sözlərin ətrafında günlərlə düşündü. Bu barədə bir neçə kitablar oxudu. Hərdən anasının hicablarından bağlayıb həyətə çıxır, dükana gedir, hicablıların özünü necə hiss etdiyini anlamaq istəyirdi. Bir gün yenə anası ilə söhbət edirdilər. Nazlı dedi, Ana, mən də sizin kimi başımı bağlaya bilərəmmi? Anası sevinclə ona baxıb soruşdu. Qızım, sən məni çox sevindirdin. Bəs mənə deyə bilərsənmi, nə üçün hicab bağlamaq istəyirsən? Bu haqda fikrini öyrənmək istəyirəm. Nazlı dedi, Sənin də dediyin kimi hicab Allahın əmridir. Mən Allahın əmrinə itaət etmək istəyirəm. Həm də düşünürəm ki, Allah bizim üçün ən xeyirli olanı bilir. Çünki bizi yaradan O'dur. Anasının sevincdən gözləri doldu və dedi, Aferin sənə qızım, mən səninlə fəxr edirəm. Bəli, artıq bir neçə gündür ki, Nazlı məktəbə hicabla gedirdi. Anası çox sevinirdi. Amma bütün analar Nazlının anası kimi deyildi. Məktəbdə bəzi uşaqlar ona təəccüblə baxırdılar. Bəziləri isə onu incitmək üçün zarafat edirdilər. Biri deyirdi, Ha, niyə yaylığını bu qədər bərk bağlayırsan? Niyə bütün saçlarını gizlədirsən? Yoxsa qorxursan ki, külək saçlarını aparar? Bu sözlər Nazlının ürəyini qırsa da tez özünü ələ alırdı. Bir gecə anasının yanına oturdu və soruşdu. Ana, niyə bəzi uşaqlar mənə gülür? Saçlarımı örtürəm deyə məni ələ salırlar. Anası Nazlının əllərini tutdu və dedi. Qızım, yəqin onlar hicabın əhəmiyyətini anlamırlar. Bax, burada sənə böyük bir iş düşür. Sən onlara öz gözəl rəftarınla hicabı sevdirməli və mənasını izah etməlisən. Nazlı biraz düşündü və dedi. Ana, əslində hicab bağlayandan özümü o qədər rahat hiss edirəm ki, istəyirəm bütün insanlar anlasınlar ki, hicab Allahın biz xanımlara hədiyyəsidir. Onların hicabı lağa qoymaları mənə qəribə gəlir. Anası gülümsəyərək dedi. Narahat olma, əziz balam. Vaxt gələr, onlar da hicabın əsl mahiyyətini anlayarlar. O gündən sonra Nazlı daha möhkəm və iradəli olmağa çalışırdı. Onunla zarafat edənlərə sadəcə gülümsəyib keçirdi. Tədricən uşaqlar da başa düşdülər ki, Nazlı boşu-boşuna hicab taxmır.
onunla daha az zarafat etməyə başladılar. Hətta bəziləri maraqlanıb ona suallar verirdilər. Beləcə, Nazlı öz aram qəlbi və aydın düşüncəsi ilə bir çoxlarının könlünü fəth etdi. Bəli, əziz balalar, gördünüz Nazlı necə hicabını müdafiə etdi? Sizcə bunu necə bacardı? Bəli, düz tapdınız. Gözəl əxlaqı, səbri və gözəl sözləri ilə. Həm də o bilirdi və arxayın idi ki, Allah onu çox sevdiyi üçün hicabla örtünməsini istəyib. Afərin Nazlıya. Əziz balalar, bugünkü nağılımız bu qədər. Nağılımızı bəyəndinizmi? Elə isə bu nağılımıza da aid şəkil çəkib bizə göndərməyi unutmayın. Gecəniz xeyrə qalsın. Yuxunuz şirin olsun. Əziz gül balalar.